Allah kasıba demir ki sen həccə getginən. Allah Teala buyurur ki imkanın varsa git. Ama kasıb, imkansız insanları da Allah naumid eləmir. Eğer senin niyetin pak Allah için bu Zilhiccə ayında öz yerinde Allah'ın buyurduğu emirlere əməl eləsən, o həcdə olanların ziyaretine sen de şəriksən. Hədislərdə qeyd olunub ki, hər kəs ki həccə gedibdir, onun ailəsinə sən burada müəyyən qədər köməklik eləyəsən, gözün onun ailəsinin üstündə ola, onun işlərində ola. Allah buyurur ki, həmin şəxs ki həccə gedibdir, ona sən şərik olarsan. Hatta bu da olmasa, her bir sahada olduğu kimi, mən keçən dəfədə qeyd elədim ki, bir namaz var ki, məğrib namazından sonra 2 rükətdir. Məğrib namazı qılandan sonra durursan, 2 rükət namaz qılırsan, sübh namazı kimi ta 10 gün. Əlhəm və Qul Huvallah surəsini oxuyursan. Sonra Əraf surəsinin 142-ci ayəsi var. Və va'adna Musa deyilən ayədir ki, oradan başlayıb oxuyursan, Allah həcdə olan insanların savabına səni şərik edir.